Salam dostlar. Deməli bu arını biz mərtəbəyə qaldırdıq. Beçə meyli var idi. Daha sonra mərtəbə atma şəklini dəyişdik. Boş mərtəbələr aşağıdan vermişdik, qaldırdıq, yuxarıdan verdik. Bir müddət arı beçə fikrindən daşındı. Daha sonra indi baxıram ki artıq arılar yenidən beçəyə meyllənib, beçə yumurtası qoyub və içərisinə yumurta qoyub. Ana arı gözləri qoyub, içərisində yumurta. Aşağı tamamilə beçə üçün hazırlanmış ana arı küçüklərindən doludur. Ana arı kənarı ayrı qoymuşam hal-hazırda. Mən bu arıdan bölmə edəcəm. Hal-hazırda aprelin 23-dür. Arının vəziyyəti budur ki, arıda 8-9 çərçivə qapalı bala var, qapalı günlük yumurta var. Arı üzü 14-15 çərçivələri təxminən ya sezon yaxşı keçir, ya necəsə arılar artıq beçəyə meyllənir. Bilməm, baxacam görüm necə bölmə edə bilərəm. Bunun üçün mənim başqa bir koloniyam da var, doğrusu 2 koloniya. Mən onların hər birindən 2-3 qapalı çərçivəli, yumurtalı çərçivə alıb yeni bir koloniya yaratmaq fikrim var. Mən keçən səfər qeyd etmişdim, arının yem ehtiyatı biraz zəifdir bu arada. Baxaq necə bölmə edə bilirik. Bölmə də etmək olar. Bunun çərçivələrini alıb vermək də olar başqa koloniyaya. Bu çərçivəni keçən səfər vermişəm. Təxmin 3 gün əvvəl. Burada artıq ana arı gözləri qoymağa başlayıblar. Yəni, bu arı belə baxıram, içindən daşınmaq niyyəti yoxdur. Bunu hələ ki bura qoyaq. Mənə qapalı yumurtalı çərçivələr lazımdır. Təxminən 4 dənəsini götürəcəm bundan. Bu duvar çərçivəsidir, buna toxunmuruq. Bunu götürmək olar. Qapalı yumurtalıdır. Larvalar var. Bunu götürək. Bir. Mən həmişə may ayında gözləyirəm beçəni. Bu necə tez oldu. Bunu da götürmək olar. 2 qapalı çərçivə. Bir dənə də yuxarıdan ana arı üskükləri qoyduğu çərçivəni götürəcəm. Üç qapalı çərçivə. Bir də aranı qoyaq. Və bir də burada üzərində ana üskükləri qoyduqları çərçivəni götürəcəm. Əslində bu cür ana yumurtalarından çox keyfiyyətli analar çıxır. Çox keyfiyyətli, gözəl yumurtalardır. Yəni 4 çərçivə bölüb onları ana arı düzəltməkdənsə bu cürünü götürmək daha yaxşıdır. Düzdür, deyirlər bəlkə beçəyə daha çox meyilli olur beçə yumurtasından çıxan arılar. Bu arı 4 çərçivə oldu. Bunun tarlasları indi geri qayıdacaq. Arının bir hissəsinə sıxlaşdıracağım. Xam pətəyi bura qoyuram. Biraz xam pətəyi artıq qabardıq orada bunu. Üzərində olan ana üsküklərini dağıdaq. Digər çərçivələrdə də olan ana üsküklərini dağıdaq ki, arı meyllənməsin yenidən. Təzə şamlara ana arı yumurtası qoymasına daha çox həvəslidir arılar.
Aralarda həddindən artıq görüləcək çox işlər var. Gəniyə qarşı dərmanlama aparılmıyor. Onlar beçiyə meyllənib. Qida ehtiyatı həddindən artıq azdır. Sadə ən böyük sıxıntı gəniylə qida ehtiyatıdır. Çox gözəl bir çiçək tozu depolayıb arı bura. Əsas bundan sonraki arı beçə fikrindən daşınsa, bir dəfə gəniyə qarşı Pinisida varroaya qarşı oksalik asid və ya da formic asid istifadə etsək, məncə kifayət eləyər. Ortaya qoyun. Bu sezonun yaxşı keçəcəyi anlamına da gələ bilər əslində. Çünki altdan sezon yaxşı keçəndə arılar beçə daha çox meyllənir. Sizin nəsil artımı üçün ən mümkün şərait yaranır. Var mı görün? Sanki anar da bir qədər ölçülərini kiçildi. Beçəyə getmək istəyən arı kimi. Anarı burada, yerində. Qabarmış xan pətəkləri qoyuram bura. Yuxarıda bir dənə qapalı çərçivə saxlayacağım. Bunu da ana gözlərini dağıtmaq şərti ilə. Ki, arılar yenə beçiyə meyllənməsinlər. Həddindən artıq çox tükü qoyublar. Əslində məndə bölmələr var. Lakin onların ana arıları hələ maylanıb gəlməyib. Mən onlara qapalı yumurta vermək istəmirəm hələ ki. Ana arıları maylanıb gəlsə, yumurta atımı yaxşı olsa, yəni hər şey qaydasında getsə, onlara başqa güclü koloniyalardan kömək vermək olar. Xan pətəyi bura vuraq. Oraya artıq mən ilgimin salafanda deyil, şərbətli də yem verəcəm. Yuxarıda qaldı bir dənə qapalı çərçivə yumurtalı. Bir də buna baxaq görə burada yumurta var, yoxsa yoxdur. Burada yumurta yoxdur. Hələ ki. Bunları sıxlaşdıracağım bir qədər. Kənarı üstünü yaxşıca bağlayacağım. Birazdan mən bu arada şərbətli də yem verəcəm.
şəkildə bağlayacağam ki, içərisini soyuq hava buradan yuxarı qalxmasın. Daha doğrusu isti hava yuxarı qalxmasın buradan. Əssalam. Mən indi bura 4 dənə qapalı çərçivəli, qapalı yumurtalı çərçivə aldım. Bir digər aradan da bura 4 dənə qapalı çərçivə, yumurtalı çərçivə qoyacağım. Və çox gözəl, güclü bir koloniya yaratmış olacaq. Gənc arılar qalacaq bunun içərisində sadəcə. Tarlaçı arılar geri qayıdacaq. Və bura başqa koloniyadan qoyduğum arılı çərçivələr bir-birlərini qırmayacaqlar arılar. Yəni hər ikisi fərqli bir yeşiyə gəlir. Yəni bir-birinin yeşiyinə qoysan bəlkə arılarını qırğın çıxa bilər. Lakin burada qırğın çıxma ehtimalı demək olar ki, yoxdur.